Salam, hər vaxtınız xeyir dəyərli izləyicilərim. Artıq istirahət mövsümü başlamışdı və klubumuzun üzvləri öz kruizlərini bron edirlər. Kimi bu yayı Aralıq dənizində qarşılayacaq, kimi isə okean mənzərələri ilə səhərlərə oyanacaq. Əsas olan da budur ki, bu insanlar səyahət seçiminə sonra deməmişlər. Hal-hazırda onlar bu prosesi yaşayırlar. Bu çox sevindirici haldır. Biz də yeni marşrutlar, yeni ölkələr və yeni xatirələrlə yolumuzu davam edirik. Bugün isə məhz bu gözəllikləri, bu həyatı, bu hissləri sonraya qoymaq istəyən insanlara müraciət etmək istəyirəm. Hələ də görünür, insanlarımızın əksəriyyəti düşünür ki, səyahət etmək üçün xüsusi imkanlar lazımdır. Deyirlər ki, çox böyük büdcə tələb olunur. Bir gün imkanım olanda mən də səyahət edəcəm. İndi getmək uyğun deyil. İndi prioritetlərim başqadır. Və bu bir gün illərlə uzanır. İnsanlar maddiyyəti olmadığı üçün yox, sistemi bilmədiyi üçün səyahət etmir. Eyni gəlirə sahib olan iki insan olur. Biri işləyir, qazanır və xərcləyir. Digəri isə eyni qazancı daha düzgün yönləndirir. Bir neçə ildən sonra fərq inanılmaz olur. Biri deyir ki, kaş daha tez başlasaydım, digəri isə dünyanı gəzən insanlardan biridir. Сегодня 20 мая 2026 год. Мы от национального директора и выше находимся в Шанхае. И наш первый день начался с круиза по городу. Как настроение? Məsələ ondadır ki, biz çox vaxt düzgün fürsəti görəndə ya ciddiyə almırıq, ya da ki, ertələyirik. Sonra baxarıq deyirik. İndi vaxtı deyil, amma həyat gözləmir. Vaxt keçir, planlar dəyişilir, prioritetlər artır və bir də baxırsan ki, illər keçib. Mən bu videonu onun üçün çəkirəm ki, bəlkə kimsə vaxtında eşidə. Ona görə də bu videonu bəyənib, paylaşmağınızı xahiş edirəm. Hər kəs özünə sual versin. Mən niyə həmişə gözləməliyəm? Mən niyə özümə zaman ayırmıram? Əslində, məsələ təkcə səyahət deyil. Məsələ həyat tərzidir. Məsələ seçimdir. Məsələ odur ki, sən özünə hansı həyatı layiq bilirsən? Bəziləri üçün bu sadəcə istirahətdir. Bəziləri üçün isə bu həm səyahət edib, həm də əlavə imkanlar qazanmaq deməkdir. Və ən gözəli odur ki, bu qapı hamısı üçün açıqdır. Sadəcə bunu zamanında görmək lazımdır. Əgər sən də düşünürsənsə, artıq nəyisə dəyişmək vaxtıdır. Mən sadəcə izləyən yox, yaşayan olmaq istəyirəm. Onda bəlkə də bu mövzu sənin üçündür. Bəzi fürsətlər var ki, onları vaxtında dəyərləndirirsən, ya da ki, illər sonra peşmançılıqla xatırlayırsan. İnsanların çoxu bu fürsəti gec anlayır. Sən gec qalanlardan olmaq istəmirsənsə, indi düşünməyin vaxtıdır. Сегодня, 21 мая 2026 год, мы находимся в потрясающем Шанхае, где проводим стратегическую сессию от национальных директоров и выше. И мы выбрали следующую стратегическую сессию, которая состоится в 2027 году на... Seçim isə həmişə olduğu kimi sənin əlindədir. Yəni öz əlimizdədir. Abunə olmağı və videonu bəyənib paylaşmağı unutmayın.